Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Ben həmişə fəxr etmişim. Bugün də fəxr edirəm ki, ben Azərbaycanlıyam. Ben Azərbaycanlıyam. Çok sınadı bizi zaman, Neçe şehit gitti kurban, Sinesiyle siper olan İgid esker möhkem dayan. Sinesiyle siper olan İgid esker möhkem dayan. Ya azad ol, ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azatlığın şerbetin iç, şerbetin iç. İgid esker möhkem dayan, möhkem dayan. Azatlığın şerbetin iç, şerbetin iç. İgid esker möhkem dayan, möhkem dayan. Salam vətən, salam ana. Çetin günde bizi sına. Qanla cavab verək qana. İgid esker möhkem dayan. Qanla cavab verək qana. Uğurlu yollar. Her birinin Allah üzerinde dursun. Sağ gelsin, salamat gelsinler. Yani her birinin balasının başına bir tükəsi olmasın. Biz de onlarla beraber takdir edirik. Böyle bir gençlerimiz var. Vətənin keşinde dayanıqlar. Qələbiylə qayıt. Qələbiylə qaçsın. Ölküdən biz onların arkasındayız. Lazım olsa her birimiz gedər. Yollar açıq olsun. Sağ salamat, gedib sağ salamat qayıtsınlar. Allah həmişə üzərində olsun. Uğrunda ölen varsa vətən var. Vətən anadır, biz övladıyıq. Vəfalı olduyan vətəndən canım varlığımdır. Əbədi vətənə
Bugün çağrışçıların hərbi xidmətə yola salma, təntənalı yola salma mərasimini açıq eləməlidir. Hərbi xidmətə yola düşəcək çağrışçılara yaxşı yol diləmək üçün söz rayon icra hakimiyyəti başçısının müavini Tahir Musayevə verir. Hörmətli tədbir iştirakçıları, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladığı ilk gündən qarşıya qoyduğu ən vacib məsələlərdən biri milli ordunun yaradılması oldu. Ulu öndərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində başı pozuq, yarım hərbi birləşmələr ayrı-ayrı qüvvələrə xidmət edən özlü müdafiə batalyonları ləğv edildi və vahid komandanlıq idarə edilən nizami ordunun formalaşması prosesi uğurla həyata keçirildi. Hələ SSR dövründə ümummilli lider Heydər Əliyev İttifaq rəhbərliyinin razılığını alaraq Respublikamızda hərbi təhsil sisteminin yaradılmasına başlamışdır.
Ulu öndərin səyi nəticəsində Respublikamızda hərbi məktəblər yaradıldı. Azərbaycanda hərbi təhsilə maraq getdikcə artdı. Müdrik şəxsiyyət olan Heydər Əliyev bu işləri həyata keçirərkən Azərbaycanın nə vaxtsa müstəqil ölkə olacağını düşünmüşdü. Hazırda ordumuza rəhbərlik edən generallar, yüksək rütbəli zabitlər, Ulu Öndərin bünövrəsini qoyduğu hərbi məktəblərin yetirmələridir. Ulu Öndər Heydər Əliyev cəmiyyətdəki ruh düşkünlüyünü aradan qaldırmaq, gənclərin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək məqsədilə gənclərin hərbi peşəyə cəlb edilməsi sahəsində qısa müddət ərzində çox böyük işlər gördü. Nəticədə hərbi məktəblərdə təhsil almaq istəyən gənclərin sayı dəfələrlə artdı. Ulu Öndər Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlığının sürətləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirdi. Silahlı qüvvələrin dünya standartları səviyyəsində formalaşması üçün NATO ilə əlaqələri genişləndirdi. Azərbaycan sülh məramlıları Kosovo, Əfqanistan və İraqda dövlətimizi ləyaqətlə təmsil etməklə ordumuzun qüdrətini bir daha sübut etdilər. Ümummilli liderin siyasət xəttini inamla davam etdirən ölkə başçısı Ali Baş Komandan İlham Əliyev cənabları ölkəyə rəhbərlik etdiyi gündən silahlı qüvvələrin daha da inkişaf etdirilməsi diqqət mərkəzində saxlayaraq bu sahədə həlledici uğurlara imza atdı. Ali Baş Komandanın ordu quruculuğuna böyük diqqəti nəticəsində güclü və döyüşkən bir ordu yaradıldı. Artıq beynəlxalq hərbi qurumlar da Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən etibarlı bir ordu olduğunu etiraf edirlər. Azərbaycan post-sovet məkanında ən 4-cü orduya malikdir. Bunu beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələri də təsdiqləyir. Son illərdə ölkəmizin iqtisadi siyasi qüvvələrimiz üçün ayrılan büdcənin dəfələrlə artırılmasına zəmin yaratdı. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda Azərbaycan dövləti 2015-ci ildə dövlət büdcəsindən hərbi qurumların saxlanılmasına 4 milyard ABŞ dollarından artıq vəsait ayırmışdır. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir. Son illər formalaşan hərbi sənayemizin hesabına biz nəinki öz ordumuzu müasir silah sursatla təmin edirik. Hətta bir çox xarici ölkələrə də öz məhsullarımızı ixrac edirik. Azərbaycan müdafiə sənaye sahəsində 40 ölkədən 70 şirkətlə əməkdaşlıq edir. Bugün fəaliyyətdə olan onlarca hərbi zavodda 750 adda silah sursat hərbi təyinatlı məhsullar istehsal olunur. Hörmətli tədbir iştirakçıları, gördüyünüz kimi ölkəmizin hərbi sənaye potensialı ildən ilə güclənir, milli ordunun daha da gücləndirilməsi istiqamətində mühüm və əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının ötən ayın 25-də Bakının Qaradağ rayonunda hərbi dəniz qüvvələrinin yeni bazasının en salih hərbi hissəsinin açılışında nitqində demişdir. Bugün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada Xan kəndində qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır. Əziz gənclər, əziz çağırışçılar, bugün siz doğma vətənimiz Azərbaycanın müdafiəsində dayanan şanlı ordumuzun sıralarında hərbi xidmətə yola düşürsünüz. Mən əminəm ki, siz qüdrətli Azərbaycan ordusunda nümunəvi xidmət edəcək, müasir döyüş vərdişlərinə yiyələnəcək və rayonumuzun adını yüksəklərə qaldıracaqsınız. Bəlkə də düşmən tapdağından azad olunan vətən torpaqlarında Azərbaycan bayrağını qaldıran siz olacaqsınız. Bu müqəddəs amal uğrunda, bu müqəddəs yolda sizə böyük uğurlar arzulayırım.
Allah sizi qorusun. Sağ olun. Hörmətli valideynlər, çağırışçılar və qonaqlar. Bugün biz hamımız üçün çox əlamətdar və əhəmiyyətli bir tədbirə, çağırışçıların yola salma mərasimində toplaşmışıq. Hər birimizin həyatında yadda qalan, unudulmayan günlər çox olur. Bugün vətənə xidmətə yola düşən gənclərin heç vaxt yaddaşından silinməyəcək. Hərbi forma geyinib vətənə əskər olmaq hamımızın müqəddəs borcudur. Qoynunda dünyaya göz açdığımız bu gözəl yerlər bizlərə ulu babalarımızdan əmanət qalır. Bugün bu torpaqları qorumaq üçün bizim ən başlıca və ən ümdə vəzifəmiz vətəni qorumaqdır. Əziz çağırışçılar, siz sabahın əskərlərisiniz. Görürəm ki, üz gözlərinizdə, çöhrənizdə sevinç və bəxtəvərlik yağır. Doğrudan da orduya getmək, vətənə əskər olmaq elə bir andır ki, bunu yaşamaq heç də hamıya nəsib olmur. Yaxşı deyiblər ki, ordu kişilik məktəbidir və qəhrəmanlıq məktəbidir. Sizi qarşıda şərəfli xidmət günləri gözləyir. Çox keçməyəcək ki, siz əyninizə hərbi forma geyinib ordu sıralarında xidmətə başlayacaqsınız. Bu şərəfli anı, bu müqəddəs günləri isə ömrünüz boyu xoş təəssüratlarla xatırlayacaqsınız. Hörmətli çağırışçılar, ilk günlərdən başlayaraq xidmətinizə məsuliyyətlə yanaşın. Komandirlərinizin məsləhətlərinə, tövsiyələrinə diqqətlə qulaq asın. Əmrləri düzgün yerinə yetirin. Həmişə faal olun, xidməti çətinliklərə sinə gəlin. Daim idmanla məşğul olun, fiziki hazırlığınızı artırın. Keçirilən dərs və məşğələlərə həvəslə iştirak edin. Ordu sıralarında xidmətə başladıqdan bir müddət sonra siz sıra və döyüş vərdişlərinə yiyələnəcəksiniz. Təntənəli surətdə vətənə sədaqətli and içəcəksiniz. Əminəm ki, siz çağırışçılar xidmətinin sonuna kimi istədiyiniz anda sadiq qalacaq. Torpaqlarımızı göz bəbəyiniz kimi qoruyacaqsınız. Yurdumuzu qəsbkarlardan müdafiə etməyə həmişə hazır olacaqsınız. Əziz çağırışçılar, siz çox xoşbəxt gənclərsiniz. Çünki siz əsasını böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin qoyduğu qüdrətli, güclü bir ordunun sıralarında xidmət edəcəksiniz. Sizi xidmətə yola salaraq ümid edirik ki, vətənə əskər olduqdan sonra daim təcrübə və səriştənizi artıracaqsınız. Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin döyüş əmrlərini yerinə yetirməyə hər an hazır olacaqsınız. Sevindirici haldır ki, Azərbaycan dövlətinin ölkə gənclərinə gündən-günə artan diqqət və qayğısı sayəsində bugün silahlı qüvvələrimizin sıralarından çox vətənpərvər, fiziki cəhətdən sağlam olan gənclər xidmət edir. Əminəm ki, bugün hərbi xidmətə yola düşən siz çağırışlar da həmin gənclərdən biri olacaqsınız. Ordu sıralarından həmişə xoş soraqlarınız gələcək. Sizə yaxşı yol, əziz çağırışçılar. İnanırıq ki, sizlər hərbi birliklərə mükəmməl yiyələnəcək. Döyüş meydanlarında böyük hünər və rəşadat göstərəcəksiniz. Qələbələrinizlə, uğurlarınızla həmişə bizi sevindirəcəksiniz. Hünərinizlə, bacarınızla ordumuzun daha da güclü, daha da qüdrətli edəcəksiniz. İgidliyinizlə, mərdliyinizlə adınızı xalqımızın qəhrəmanlıq tarixinin səhifələrinə böyük hərflərlə yazacaqsınız. Gələcək nəsillər həmişə qəhrəmanlığınızla öyünəcək, adınızı hörmətlə çəkəcəklər. Şairlər hünərlərinizə, rəşadətinizə əsərlər yazacaq, bəstəkarlar, mahnılar bəstələyəcəklər. Hörmətli çağırışçılar, həmişə qartal kimi vüqarlı, polad kimi əyilməz olun. Vətən torpağını göz bəbəyiniz kimi qoruyun. Erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızı yağılardan azad edin. Düşmən tapdağı altında olan Qarabağ yolunuzu gözləyir. Sizə uğurlu yol, əziz çağırışçılar. İndi isə çıxış üçün söz çağırışçı valideyni Namazov Alıya verir. Hörmətli tədbir iştirakçıları, əziz valideynlər, bugün biz öz balalarımızı hərbi xidmətə yola salırıq. Və mən də bugün fəxr edirəm ki, bir valideyn kimi mənim evladım da Azərbaycan Milli Ordu sıralarına yola düşür. Əziz balalar, siz fəxr eləməlisiniz ki, bugün müstəqil Azərbaycan dövlətinin əskəri olmağa gedirsiniz. Ancaq biz yaşlı nəslin nümayəndələri, sizin atalarınız, babalarınız vaxtilə keçmiş Sovetlər İttifaqı deyilən devlətin əskərləri idik. Və bugün Azərbaycan ordusunda olan, mən işimlə əlaqədar olaraq bir çox hərbi hissələrdə olmuşam və valideynləri əmin edirəm ki, və əskərlərin şəraitindən, onların qidalanmasından, yaşayış şəraitindən tanış olmuşam. Mən açıq görmüşəm ki,
Bir çox qonşu dövlətlərdən bizim Azərbaycan ordusunda olan şərait yaxşıdır. Bugün xüsusilə hərbi xidmət, əskərlikdə olmaq çox hər bir gəncin şərəfli borcudur. Xüsusilə bu günləri biz müharibə şəraitində yaşayırıq. 20% torpaqlarımız düşmən tapdağı altındadır. 1 milyondan artıq qaçqınımız var. Ancaq bütün bunlara baxmayaraq bizim güclü dövlətimiz həddindən artıq Cənubi Qafqazda çox güclü dövlətdir. Bütün sahələrdə, o cümlədən hərbi sahədə də biz güclüyük. Bu yaxınlarda keçirilən Avropa oyunlarını gördünüz. Hələ indiyana kimi heç bir idman tarixində dünya dövlətləri arasında belə bir yarış heç bir güclü dövlətlər keçirməmişdi. Hərbi sahədə də əgər inanırıq ki, lazım gələrsə Azərbaycan qısa vaxt ərzində, bəlkə də 5 saat, 10 saat ərzində bizim rayon işğal olunmuş torpaqları biz geri qaytarmaq əzmindəyik. Ancaq bizim dövlətimiz həddindən artıq biz sülhsevər dövlətik. Biz sülh istəyirik və torpaqlarımızın sülh yolu ilə qaytarılmasını istəyirik. Və inanırıq ki, bizim Ali Başkomandan sülh yolu ilə torpaqlarımızı qaytaracaqdır. Və axırda mən sizlərə, hamınıza Allah sizi qorusun deyirəm, yolunuz açıq olsun və sağ-salamat gedib, sağ-salamat ailənizə, valideynlərinizin içinə dönmənizi arzu edirəm. Əziz valideynlər, hörmətli qonaqlar, gəlin indi də çağırışçılarımızı alqış sədaları altında təntənə ilə hərbi xidmətə yola salaq. Sağ salamat gedin, əziz
Əskərlər sağ-salamat valideynlərinin üzərinə qayıdın gəlin. Bizdən Allah üstünüz var olsun. Sağ olun. Sağ-salamat geçsinlər. Bir gözəl alqışlarla əskərlərimizi yola salaq. Çox sağ olun, uğur olsun.